Salam əziz riyaziyyat sevərlər. Bugün sizlərlə bərabər çoxlar nəzəriyyəsinə davam edəcəyik. Bu video keçən videonun, yəni çoxlar nəzəriyyəsi birinci hissənin davamı olacağından belə məsləhətlidir ki, öncə o videoya baxasınız, sonra bu videoya baxasınız. Elə daha yaxşı qavranılacaq, anlaşılacaq. Bugün nəyə nəzər yetirəcəyik? Bugün çoxlar üzərində əməllərin xassələrinə, çoxların arasındakı uyğunluğa, Descartes hasilinə və Cantor-Bernstein teoreminə nəzər yetirəcəyik. İlk olaraq çoxlar üzərindəki əməllərin xassələrinə nəzər yetirək. Birinci xassəmiz çoxların yerdəyişmə xassəsidir. Yəni bu xassə belədir. A birləşsin B bərabərdir B birləşsin A-ya. Həmçinin A kəsişsin B bərabərdir B kəsişsin A-ya. Bu birinci xassəmizdir. Hansı ki gördüyünüz kimi A birləşsin B ilə B birləşsin A ekvivalentdir. Yəni bu ifadələr bir-birlərinə bərabərdir. Həmçinin kəsişmədə də bu belədir. İkinci xassəmiz olacaq qruplaşdırma xassəsi. Qruplaşdırma xassəsi isə belədir. A birləşsin B birləşsin C bərabərdir A birləşsin B birləşsin C. Bunun kəsişmək üçün isə qruplaşdırma xassəsi aşağıdakı kimdir? A kəsişsin B kəsişsin C bərabərdir A kəsişsin B kəsişsin C. Buna isə biz çoxların qruplaşdırma xassəsi deyirik. İndi isə üçüncü xassəyə nəzər yetirək. Hansı ki burada ikinci xassədə nəyi nəzərdə tutulur? B ilə C-ni birləşdirib sonra A ilə birləşdirmək ilə A ilə B-ni birləşdirib sonra C ilə birləşdirməyin heç bir fərqi yoxdur. Yəni bu hesablama zamanı nəzər yetirsəniz görərsiniz, yəni buna heç bir fərqi olmayacaqdır. Üçüncü və sonuncu xassəmiz isə belədir. Buna biz çoxların distribusiya xassəsi deyirik. A kəsişsin B birləşsin C bərabərdir A kəsişsin B birləşsin A kəsişsin C. Distribusiya xassəsində isə gördüyünüz kimi B ilə C fərqli qaleriya yerlərində A ilə B-ni kəsişdiririk, sonra A ilə C-ni kəsişdiririk, sonra isə bunları birləşdiririk. Və yaxud da B ilə C-ni birbaşa birləşdirib A ilə kəsişmə eyni ifadələrdir. Eyni ifadələrdir. Burada onu da qeyd edək ki, biz keçən videoda demişdik ki, birləşmə çoxluqlarda cəmi, kəsişmə isə hasili bildirir. Burada xassələri də bunu görə bilirik. Yəni burada belə fikirləşin indi. A vurulsun, B plus C olsun. Gördüyünüz kimi burada AB plus AC alarıq. Həmçinin toplamda da yenə eynidən yerləri dəyişikdə eyni qalır. Yəni bu da belə. İndi isə çoxların Descartes hasilinə nəzər yetirək. Çoxların Descartes hasili. Çoxların Descartes hasili elə hasilə deyilir ki, deyək ki, bir A çoxluğu verilmişdir və bir ədəd də B çoxluğu verilmişdir. A çoxluğuna daxil olan A elementi və B çoxluğuna daxil olan B elementi deyək ki, mövcuddur. Yəni A ilə B deyək ki, boş çoxluq deyildir. Bu zaman A ilə B-nin, yəni A çoxluğuna daxil olan elementlə B çoxluğuna daxil olan element B-nin və A-nın bütün cütlükləri çoxluğu A ilə B-nin Descartes hasili adlanır. Və Descartes hasili belə işarə olunur. Məsələn, indi bir A, bir də B yazaq və bir də A çoxluğu, bir də B çoxluğu yazaq və A vurulsun B-ni, yəni A ilə B-nin Descartes hasilini daha doğrusu tapaq. Deyək ki, A çoxluğu 1, 2, 3 olsun. B çoxluğu isə 1, 2 olmasın, fərqli əmətlər olsun. 4 ilə 5 olsun. İndi əgər nəzər yetirsək A ilə B-nin hasilinə xəbərdir. Burada alarıq. Əvvələ 1-i 4-ə, sonra 1-i 5-ə, sonra 2-i 4-ə, 2-i 5-ə, 3-ü 4-ə, 3-ü 5-ə cüt edib burada yazacaq. İndi məsələ yazaq. 1 ilə 4 cütlüyü və bir dənə vericini göstərək. 1 ilə
5 cütlüyü, 2 ilə 4 cütlüyü, 2 ilə 5 cütlüyü, davamlıqdan yazıram. 3 ilə 4 cütlüyü və 3 ilə 5 cütlüyü. Deməli, A ilə B-nin dekart hasili belə göstərildi. Onu da qeyd edək ki, A ilə əgər eyni çoxluğu özünə dekart hasilini axtarırıqsa, yəni A vurulsun A kimi yazırıqsa, burada A vurulsun A ifadəsi dekart kvadratı adlanır. A çoxluğun dekart kvadratı adlanır. A çoxluğun dekart kvadratını isə buradan tapsaq, gəlin B çoxluğun dekart kvadratını tapaq, daha az çoxluq cütlük əmələ gəlsin. Deməli, əvvəla 4-ü 4-ə, 4 ilə, bundan sonra 4 ilə 5, bundan sonra 5 ilə 4, bundan sonra isə 5 ilə 5 cütlüklərini alaq. Bu isə belə də yazılır və dekart kvadratı adlanır. Çoxların dekart kvadratı adlanır. Çoxların dekart hasilinin həndəsi mənasını gəlin verək. Burada cəbri şəkildə nə olduğunu qavradıq. İndi isə cəbri şəkildə nə olduğuna nəzər yetirək. Deyək ki, A çoxluğu deməli aiddir. Ya da ki, A çoxluğu bərabərdir yazaq. 1 ilə 2 çoxluğuna. B çoxluğu isə deməli olsun 2 ilə 4 olsun. 2 ilə 4 çoxluğuna. Burada nə deməkdir? A çoxluğu 1 ilə 2 arasındakı, həmçinin 1 ilə 2 də özü daxil olmaqla bütün elementlər, B çoxluğu isə 2 ilə 4 arasında 2 ilə 4-ün özü daxil olmaqla bütün elementlər B-nin içərisində verilmişdir. Onda bunlar silək, vergül şəklində göstərək. Universitetdə çox belə yazılır, ona görə belə yazıram. Orta məktəbdə bizə digər cürə başa salmışlar, amma universitet səviyyəsində qoyulsun. Bunu belə də yazacaq indi həndəsi mənasını. Deməli, A 1 ilə 2 intervaldır. Buradan 1, 2, 3, 4, 1, 2, 3, 4 götürək. Buradan deməli 1 ilə 2 intervalı, 1 ilə 2 intervalı, yəni daxil olmadan 1, 2 interval. Gəlin bunu 0 edək. 0 ilə 2 interval olsun, rahat gözüksün. Ya da 1 olsun, bir daha yaxşıdır. Deməli 1 ilə 2 intervalı belə yuxarı çıxırıq 2-yə qədər. Verir. Bir də 4 intervalı. Bu hissəyə, bu kvadrata biz A vurulsun B'nin, yəni A ilə B'nin dekart hasilinin həndəsi mənası deyirik. Burada B ilə A-nın həndəsi mənası isə fərqli olacaqdır. Yəni, onu da qeyd edək ki, A ilə B-nin dekart hasili ilə B ilə A-nın dekart hasili fərqli forma alacaq. İndi görəcəyik. Yəni, bu deməkdir ki, fərqli ifadələrdir bu ifadələr. Deməli, burada 1, 2, 3, 4, 1, 2, 3, 4 yazarıq. Burada 2 ilə 4 intervalı bura olar. 1 ilə 2 intervalı, 1 ilə 2 intervalı isə bura olar. Gördüyünüz bu kvadrat isə biz buna B ilə A-nın dekart hasili deyirik. Yəni B ilə A-nın dekart hasilinin həndəsi mənası isə belə göstərilir. Beləliklə dekart hasilində qurtardıq. İndi isə qarşılıqlı uyğunluğa nəzər yetirək. Deyək ki, bizə bir ədəd A, bir ədəd də B elementləri verilmişdir. B elementləri yox, A ilə B çoxluğu daha doğrusu verilmişdir. Və A çoxluğu ilə B çoxluğu arasında hər hansı bir F qanunu ilə uyğunluq vardır. Məsələn, bunun nə tər yazarıq? Belə yazarıq. Deyək ki, A olsun
bərabərdir. 1, 2, 3 olsun. B çoxluğu isə 1, 4, 9 olsun. Biz asan şəkildə görə bilərik ki, A elementi ilə B elementi arasında müəyyən bir uyğunluq var. Yəni F qanunu ilə uyğunluq var. A çoxluğuna götürülmüş A elementinin kvadratı B elementində öz yerini tutmuşdur. Yəni buradakı uyğunluq A-nın kvadratı şəklində yaza bilərik. Yəni F qanunu belə olacaqdır. Bu istənilən bu uyğunluq şəklində cütlüklər yarada biliriksə, məsələn burada biz hər bir A elementinə A kvadratı uyğunluğu yarada bilərik. A olsun, burada da A kvadratı olsun. Gördüyünüz kimi burada A1, A2, A3, A2, A1, A2, A3 yazsaq belə alınır. Burada əlbəttə ki, uyğunluğu əgər yazsaq belə bir şey alırıq. 1, 2, 4 və 3 ilə 9. Biz bu zaman deyirik ki, A ilə B arasında hər hansı bir uyğunluq verilmişdir. Yəni F qanunu ilə uyğunluq verilmişdir. Buradakı F qanunumuz isə A kvadratı oldu. Yəni hər bir A elementinə A-nın kvadratı uyğun gəldi. A çoxluğundan götürülmüş A elementinə müəyyən qayda ilə, müəyyən qanun ilə B çoxluğundan hər hansı bir element uyğun gəlirsə və belə bir cütlük yarada biliriksə də, biz buna A ilə B arasında müəyyən F qanunu ilə uyğunluq verilmişdir deyirik. Müəyyən uyğunluq verilmişdir deyirik. Uyğunluğumuzu da yazdıq. Burada da yazmışdıq. A kvadrat olduğunu. İndi isə qarşılığı bir qiymətli uyğunluğa nəzər edək. Qarşılığı bir qiymətli uyğunluq necə uyğunluqdur? Deyək ki, bizə bir ədəd A çoxluğu verilmişdir. Bir ədəd də B çoxluğu verilmişdir. A çoxluğunun elementi 1, 2, 3 olsun. B çoxluğunun elementi isə A, B, C olsun. Əgər A-dan alınmış hər bir A elementinə yalnız bir B elementi uyğun gəlirsə də, yəni birdən yalnız B-yə müəyyən qarşı qoyulan qanun yalnız A-yı verirsə də, B-yə, C-yə yəni belə bir xətt çəkə bilmiriksə də, daha doğrusu sadəcə biri uyğunsa da, yəni A uyğunu deyək burada və B çoxluğundan götürülmüş hər bir elementə yalnız A-nın bir elementi uyğun gəlirsə də, yəni necə ki 1A oldu, 1B, 1C həmçinin olmadı, yəni ikisi də bir yerdə olmadı, üçü də bir yerdə olmadı. Burada da A'dan yalnız 1-ə gördüyünüz kimi ox gəlir, yəni A'ya verilən qanunla həm 2-yə, həm 3-ə uyğunluq gəlmirsə də, yəni yalnız A'dan da geriyi 1 uyğunursa da, A elementinə yalnız 1 uyğunursa da həmçinin 2 elementinə yalnız B elementi, B elementinə yalnız 2 elementi, 3 elementinə yalnız C elementi, C elementi yalnız 3 elementi uyğun gəlirsə da, biz belə uyğunluğa qarşılıqlı bir qiymətli uyğunluq deyirik. Burada Kantor-Bernstein teoremini gətirib çıxardırıq sözümüzün axırını. Kantor-Bernstein teoremi belədir. Əgər verilmiş iki çoxluq arasında qarşılıqlı bir qiymətli uyğunluq yarada biliriksə də, belə çoxluqlar ekvivalentdir. Belə çoxluqlar ekvivalent çoxluqlardır. Buna isə Kantor-Bernstein teoremi deyirlər. Kantor-Bernstein teoremi deyirlər. Deməli, bu da belə. İndi görək. Nə var? Buraya yazmışdım. Bunun qarşılığı bir qiymətli uyğunluq. N natural ədədlərinə, natural ədədlər çoxluğu belədir. Birdən başlayır və hər dəfəsində bir vahid artaraq irəliyir. Yəni 2, 3, 4, müsbət sonsuzluğa bütün elementlər, yəni burada müsbət sonsuzluğa nəyi verir? 5, 6, 7, 8 belə sonsuzluğa doğru gedir. Müsbət sonsuzluğa gedən belə bir çoxluq natural ədədlər çoxluğu adlanır. Bəzən başınızı qarışdırmasın bu, amma yadınızda saxlayın. Har vaxtsa qarşınıza bəlkə çıxar. Bəzi ölkələrdə və yaxud çoxluqlar nəzəriyyəsində bəzən sıfırda bu çoxluğa daxil olur. Yəni bəzən. Amma bizim Gürcüstanda və ətraf bölgələrdə, daha çox Avropa bölgəsində də həmişə 1 ilə götürürlər. Amma olur yəni, bilin də. Deməli, N natural ədədlər çoxluğu ilə qarşılıqlı bir qiymətli yarana bilən çoxluqlar hesabı çoxluqlar adlanır. Gürcücədə buna Tladi Simravle deyirlər. Bəlkə havasa qarşınıza çıxar. Deməli,
burada ne yazırıq? N1, 2, 3, 4. Bu qarşılıqlı bir qiymətli çoxluğa da Urtier-Salsaxa deyirlər. Urtier-Salsaxa, Şesabamisoba deyirlər. Şesabamisoba da uyğunluqdur. Bəlkə qarşınıza çıxır. Deməli, burada məsələ buna bir dənə hesabi çoxluq misalı verək. Məsələ cüt ədədlər çoxluğu. Cüt ədədlər çoxluğunda müsbət natural ədədlər çoxluğunun cüt ədədlər çoxluğu. Yəni natural cüt ədədlər çoxluğu deyək. Deməli, bunu C deyək. Yəni cütün C-sini qoyaq. Bu olsun deməli 2, ondan sonra 4, 6, 8, beləsinə müsbət sonsuzluğa. Gördüyünüz kimi burada hər biri cüt natural ədədlər çoxluğu, daha doğrusu cüt natural ədədlər çoxluğu, natural ədədlər çoxluğu daha doğrusu qarşılıqlı bir qiymətli uyğunluq yarada bilir deyə C çoxluğu ilə N çoxluğu arasında. O zaman biz buna deyirik ki, C çoxluğu hesabi çoxluqdur. Bəs nətər? İndi buna nəzər yetirək. Gördüyünüz kimi, biri 2-yə vurduq 2 alıq, 2-yi 2-yə vurduq 4 alıq, 3-ü 2-yə vurduq 6 alıq, 4-ü 2-yə vurduq 8 aldıq. Bu beləncəsi sonsuza doğru gedəcəkdir. Yəni hər bir N elementinə bir ədəd C elementi uyğun gələcək. Biz nə demişdik? Yəni qarşılıqlı bir qiymətli uyğunluq beləncəsi yaranırsa da, deməli bu natural ədədlərlə qarşılıqlı bir qiymətli çoxluq uyğunluq yaranırsa da bu hesabi çoxluqdur. İndi isə qeyri-hesabi çoxluğun tərifini verək. Əgər bir çoxluq hesabi deyilsə, qeyri-hesabi çoxluq adlanır. İsbat olunmuşdur ki, rasional ədədlər çoxluğu hesabi çoxluq, irrasional ədədlər çoxluğu ilə həqiqi ədədlər çoxluğu isə qeyri-hesabi çoxluqlardır. Bunun isbatını hər hansı bir analiz kitabında özünüz də görə bilərsiniz. Orada da analiz vermişlər ki, bu gün bunun haqqında video çəkə bilərəm, bilmirəm. Çəksəm də shorts olaraq paylaşaram yəqin ki, qısa bir video olar. Deməli, bu da belə. Belə bugünkü videomuzun axırına gəldik. Gələn videoda De Morgan qanunlarına nəzər yetirəcəyik, məhdud çoxluqlara nəzər yetirəcəyik, çoxluqların yuxarı sərhəddə, aşağı sərhəddə, supremumu, infimumu, maksimumu, minimumu ifadələrinə baxacaq. Sağ olun, gələn görüşlərə dək.